Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, enerjinin saxlanma qanununa aid maraqlı test nümunəsinə baxaq və eyni zamanda bu nümunəvi testlərin izahını ona görə eləyirəm ki, fizikanı öyrənmək istəyən müəllimlər, yəni tam şəkildə dərk eləyən formada öyrənmək istəyən müəllimlər bizim dərslərdən yararlana bilər və eyni zamanda bizim dərslərə də qoşula bilər, ödənişli dərslərə. Onlayn və əyani formada dərslər keçirilir və dərslər həftədə 3 dəfə olmaq şərti ilə keçirilir. Dərslərin də keyfiyyətinə 100% zəmanət verilir. Vaxt itirmədən testdən başlayaq. Deməli, şəkildəki yolun K nöqtəsindən Y qədər kinetik enerji ilə atılan cisim P nöqtəsindən 4Y'lik kinetik enerji ilə keçir. Buna əsasən cismin L nöqtəsindən keçərkən malik olduğu kinetik enerjini tapın, sürtünmə qüvvəsi nəzərə alınmır. Deməli, dəyərli müəllimlər, burada enerjinin saxlanma qanunundan istifadə edirik biz. Deməli, enerjinin saxlanma qanunu odur ki, yəni K-dakı enerji, K-dakı tam enerji sürtünmə nəzərə alınmır. Deməli, L-dəki tam enerjiyə bərabərdir. Və eyni zamanda o da bərabərdir P-dəki tam enerjiyə. İndi bizə deyir ki, L nöqtəsindən keçərkən malik olduğu kinetik enerjiyi tapın. İndi biz burada nə edəcəyik? Birinci bura baxaq. Bax, birinci bura. K, bir də P. K-da bunun potensialı var, çünki H hündürlüyündən atılıb. Olacaq 4 dənə MGH plus eyni zamanda Y-lik bunun kinetik enerjisi var, bərabərdir. P-də isə bunun H qədər MGH-ı var, yəni potensial enerjisi var, plus 4Y qədər də bunun kinetik enerjisi var. İndi burada müvafiq riyazi hesablamalardan istifadə edərək Y minus MGH çıx 4 dənə Y bərabərdir 0. 4 MG-dən bir dənə MG çıxanda qalır 3 dənə MGH minus bərabərdir elə 3 dənə deməli Y-yə. Və y'lər getdi buradan, daha da 3'lər getdi, burada qaldı nə? Y bərabərdir MGH-a. Bunu buradan tapdıq. Aha, indi yeni biz tapdıq MGH. Aha, indi bəs L-dəki enerjini necə taparıq? L-dəki enerjini tapmaq üçün nə indiririk? Burada çox sadə. Deməli, biz dedik ki, K-dakı enerji L-dəki enerjiyə bərabərdir, tam enerji. K-da bunun hansı enerjisi var idi? K-da bunun var idi. Deməli, bu K-dakı enerjisi 4 dənə MGH-ı var idi bunun. 4 dənə MGH-ı vardı. Plus bir dənə Y-si vardı. Amma L-də bunun kinetiki var bir dənə. Çünki potensialı yoxdur. Çünki yer səthindədir. Elə bizdən bunu soruşur. Yəni, L-dəki kinetik enerjini tap. Biz də buradan L-dəki kinetik enerji bərabərdir. MGH-ı yerinə yazarıq Y. Olacaq 4 dənə Y plus Y. Bu da eləyəcək 5 dənə Y'lik bunun deməli kinetik enerjisi var imiş. C variantı. Diqqətinizə görə sağ olun.